İndi uşaqlar növbəti sual 8-ci sualdır. Belə hissə-hissə izah. Deməli, tələffüz şəklində verilmiş sözlərdən birinin yazılışında o saiti yoxdur. Uşaqlar, bir şey yadda saxlamaq lazım ki, əgər onun üzərinə vurğu düşərsə, o kimi tələffüz olunacaq. Onun üzərinə vurğu düşməzsə, o A kimi tələffüz olunacaq. Gəlin baxaq. Avtomobil, avtomobil, avtomat, bankomat, favorit, cavanlıq. Bu olacaq cavanlıq formasında. Cavanlıq olmur. Ona görə cavab olacaq D variantı. Verilmiş bəndin neçənci misrasında yalnız incə saitlərin işlənmişdir. 9-cu suala baxırıq. İncə saitlər hansılardır? E, Ə, İ, Ö, Ü. Xəzan acısına edib təhəmmül. Burada təhəmmül sözü və edib sözü ancaq incə saitdə işlənib. Gülün kölgəsində ötəndə bülbül. Deməli, birinci misrada iki söz işlənib, digər sözlər işlənməyibdir. Birinci misranı götürmürük. İkinci misrada bütün sözlər işlənibdir. İkinci misranı götürürük. Üçüncü misraya baxırıq. Həyat, həyat deyə çırpınır könül. Burada da yalnız könüllə deyə sözü işlənib deyə üçü də götürmürük. Dördüncüyə baxırıq. Könlündən hamısı cingitilidir. Sevdadan cingitili deyil. Necə cingitilidir? Əl çəkim cingitili. Sevda da pozduğuna görə yalnız ikinci cümlə buradadır. Cavab E variantı. Sonra uşaqlar 15-ci suala baxırıq buradan. Deyil, verilmiş cümlələrdən birində bütün sözlər leksik mənaya malikdir. Mən çox dedim, ancaq sən eşitmədin. Bütün sözlər deyil, leksik mənaya malik. Leksik məna nədir? Biz əgər izah ediriksə, həmin sözlər leksik mənaya malik olan sözlər. Bir dəqiqə uşaqlar, bu getdi. Leksik mənaya malik olan sözlər. Misal üçün, mən çox dedim, ancaq, burada ancaq pozdur. Böyük ağla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mənəşdir. Burada böyük sifət, ağıl isimdir, dam mənasında. Doldurulmuş feil sifətdir, quzu isimdir, uzaq zərfdir, uzaq yaxın ortaq sözdür. Gələn feil sifətdir, sürü isimdir, görmək feildir, mənəşirdir, feildir. Cavab B variantı. C variantında artıq ədatdır, olmaz. D variantında eynidadır, olmaz. E variantında hər könülə kimi burada qoşmadır, olmaz. 16-cı suala baxaq. Deyir, hansı bənddə nöqtələrin yerinə Y səsi olmalıdır? Deməli, uşaqlar, sonu K ilə bitən sözlərdən sonra sait gələrsə, yəni saitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, K, Y kimi tələffüz olunacaq. Məsələn, ərik, bu olacaq ərik yarpağı. Sonra müəllimlik, bu olacaq iş sənəti. Çiyələk, yemək, küləkli, bir dənə çörək. Bir də məntiqi fikir versəniz ki, burada hamısı samitləndir, bir dənə saitlə olan çörək otudur. Ona görə cavab olacaqdır orada çörək otu. Sonra 10-cu suala baxırıq buradan uşaqlar. Ağır sözü həqiqi mənada işləndiyi söz. Yəni, uşaqlar, həqiqi məna nədir? Həqiqi məna ağlımıza gələn mənası. Ağlımıza gələn məna. Gələn məna. Kişi ağır addımlarla, addım ağır ola bilməz, getdi. Ağır təbiət, təbiət ağır ola bilməz. Ağır taxta, taxta isimdir, ağır ola bilər. 17-ci suala baxırıq uşaqlar. Deyir ki, sxemdəki dodaqlanan saitlər. Dodaqlanan saitlər hansılardır? O, U, Ö, Ü. Neyinirik? Dodaqlanan saitləri və kar samitləri burada, məsəl üçün, bu kar, bu dodaqlanan. Bu cingitili getdi. O kar, İ incə getdi. Ş kar, N cingitili getdi. A dodaqlanmayan getdi. R cingitili getdi. Ə getdi. Nə olacaq orada uşaqlar? Gəlin baxaq. Nə deyir? Sxemdəki dodaqlanan saitləri kar samitli. Burada neyini? Silirik. Biz dodaqlanan samitləri, indi biz bunu neyini? Bunu silək, təmiz bunu. Bunu təmiz silək. Çünki orada sualın şərti ilə düzgün eləmədik. Deməli, nə deyir? Dodaqlanan saitlər və kar samitləri silərək. Hamısını silirik. Dodaqlanan saitlər və kar samitləri silirik.
Nə qalır? Minarə. Minarə varmı? Cavab C bəndidir. Sonra 18-ci sual. Çoxmənalı sözlərin cərgəsi mənimdir. Çoxmənalı sözlər nədən yaranır? Məcazilikdən. Yəni bir tərəf biri həqiqi, qalanları məcazi olan sözlər çoxmənalı sözlərdir. Misal üçün, insanın burnu, gəminin burnu, ayaqqabının burnu. Oxşamaq, dayısına oxşamaq, bənzəmək mənasındadır. Saçını tumarlamaq. Məsələn, təbiət saçımı oxşadı, anam saçımı oxşadı. Bu mənada işləyən də şeydir. Böyük insan, böyük ideya, böyük düşüncələr burada çox mənalı ola bilir. Gəlin baxaq. Yer ola bilmir, divan ola bilir, ağac ola bilmir. Qol ola bilir, ayaq ola bilir, pincək ola bilmir. İnsan, torpaq, ağıllı. Ağıllı ola bilir, amma insan ola bilmir. Kitab ola bilir, amma şam ola bilmir. Cavab olacaq uşaqlar A bəndi. Sonra deyir ki, hansı 11-ci suala baxırıq. Hansı sözün yazılışı doğrudur? Olmalıdır şaftalı, olmalıdır peşəkar, olmalıdır müəyyən, olmalıdır pencək, olmalıdır peyvənd. Ona görə cavab uşaqlar peşəkardır. Sonra gələk yuxarıya qalxaq. Qılınc sözü 12-ci suala baxırıq. Uşaqlar. Qılınc sözü, bunu biraz aşağı eləyək. Qılınc sözünün deyir son samiti, yəni bu c-nı nə vaxt yazıldığı kimi tələffüz olunur. Yəni c kimi yazılır. Nə vaxt c kimi tələffüz olunur? Uşaqlar, burada bir qayda var. B, G, C, D qaydası var ki, bu B, G, C, D qaydası ilə, yəni B, G, C, D samitinə bitən sözlərdən sonra saitlə başlayan söz, saitlə başlayan şəkilçi gələrsə, bu B, G, C, D elə B, G, C, D kimi də tələffüz olunacaq. Yara samitlə başladı, olacaqdır Ç. Özündən sonra oynatmaq, bəli. Özündən sonra tutmaq, burada Ç olacaq. Özündən sonra döyüşlük, burada da Ç olacaq. Özündən sonra lar, burada da Ç olacaq. Cavab C variantıdır. İndi 19-cu suala baxırıq uşaqlar. İri ocaqlar üstündə dolu qazanlar buğlanır cümləsindəki dolu sözü ilə homonimlik təşkil edən dolu sözünün işləndiği cümləni. Uşaqlar, baxın, bu dolu sifətdir. Yəni, dolmuş mənasında. Dolmuş, nə eləsi dolmuş. Bu isə isim olacaq, yağış mənasında. Dolu, yağışın növü. Yağışın buzlu yağış. Yağışın növüdür. Bu olacaq isim. İndi gəlin baxaq. Ürəyim arzuyla doludur. Yox. Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülür. Baxın, burada dolu kimi, dolu. Yəni, ağ, parlaq bir ağ nədir? Parlaq yağış, da yağış növü deyək də, yağış. Bu mənada götürür. Evin dərin bir marağı ilə dolu sükut çöktü. Burada sifətdir uşaqlar, burada olmayacaq. Bunu biraz qaldıraq yuxarı. Bunun hər halda burası düşmüyor uşaqlar. Burada olacaq cavab 2.